şeydən danışmaq istəyirəm. Deməli, oturmuşam bu günləri, yox dünənləri, TikTok'un alqoritmasına baxmışam ki, yəni görüm necə işləyir, nətər işləyir, yəni o necə olur ki, videonun izlənmələri düşür. Deməli, bütün profilə birdən yox, məsələn, hansısa ən çox izlənən videoların içindən birinə ya ikisinə spam atılanda, ya nəsə olunanda, yəni o videonun izlənmələri düşür. Bir şey də var ki, əgər məsələn iki TikTok səhifəmiz varsa, məsələn məndə bir video yeni açdığım o birdə elədir ki, bir səhifəyə atdığı videonu o biri səhifə oradan götürülür, yəni bir səhifəmizdə olan videomuzu oradan götürülür. O biri səhifədə də həmin o biri səhifədəki videomuzu ata bilmərsiniz. Çünki TikTok Studio yerində hesab kontrol edilən yeri var. Avtomatik olaraq hiss edir ki, məsələn sən bu videonu ümumi bu səhifənin kamerası ilə çəkməmisən də, yəni mütləq götürüb o biri səhifədən hazır videonu atmışsan bura. O onu hiss edir, yəni elə bir TikTok Studio'da videoları analiz edəndə, əgər sən hansısa bir videonu başqa bir səhifədən götürmüsənsə, yəni biri var ki, məsələn bir səhifəyə video atmaq istəyirsən, onun aşağısında plus işarəsi var, ora girirsən, orada istədiyin dəqiqəni, saniyəni seçirsən, oradan götürüb elə paylaşırsan da. Amma bir də var ki, məsələn, sən bir səhifəndə artıq sənin izləyicin olan səhifəndə olan paylaşdığın ən çox izlənən videonu götürüb təzə səhifəyə atırsan ki, yox elə əziyyət çəkməyim, qoy elə orada hazır bunu atım. Yəni onu nə qədər atsan da TikTok onu hiss edir. Onu mən birinci dəfə 6 ay əvvəl mənim əlçi səhifəm var idi, ancaq toxuma videolarımı qoydum. Orada birinci dəfə elə bir şey oldu, yəni birinci dəfə orada gördüm ki, başqa səhifədən olan toxuma videomu ora atanda o izlənmədi, yəni sıfırda qaldı. Sonra dedim, bunun izlənməməyinin səbəbi nədir, necə öyrənə bilərəm. Sonra profilin altında bir gün sonra, 2 gün sonra TikTok Studio çıxdı yazılır. Yəni onda hələ təzə o uygulama təzə tanınırdı, yəni tanıdılırdı. TikTok Studio'ya girəndə orada aşağıda yazmış ki, hesab kontrolü belə geri dönüşüm kimi yumru dairəvi bir ox işarəsidir. Onu eləyəndə gördüm ki, məsələn yazdı ki, bu video, məsələn üstündə nizam qoyulan paylaşdığım video, məsələn sizin üçün və ya